Salam əziz 5-cilər. Növbəti riyaziyyat dərsində xoş gördük. Bugünkü dərsimiz mümkün variantlarının sayını müəyyən etməkdir. Cədvəldə şirələrin növü və butulkalar haqqında məlumat verilmişdir. Bir qab şirə seçmək istəsəniz, neçə seçim variantınız olar? Gəlin cədvələ baxaq. Cədvəldə iki növ qab var. Kiçik butulka və böyük butulka. Şirələrin növlərinə baxırıq. Portağal, nar, alma və şaftalı. Deməli, 4 növ şirə var. 4 növ şirə, 2 növ butulka. Kiçik butulka üzrə mən meyvə şirələrini seçmək istəsəm, kiçik butulkada portağal seçmək olar, nar seçmək olar, alma seçmək olar və şaftalı şirəsi seçmək olar. Deməli, kiçik butulka üzrə 4 mümkün variantımız var. İndi keçək böyük butulkada seçək. Böyük butulka üzrə meyvə şirələrini seçmək istəsəm, böyük butulkada portağal seçmək olar, nar seçmək olar, alma seçmək olar və şaftalı seçmək olar. Bu zamanda diqqət eləsək görürük ki, 4 halımız var. Yəni bizim mümkün hallarımızın sayı 8 olur. Bunu vurma prinsipi ilə də yerinə yetirmək olar. Yəni 2 növ qab var, 4 növ şirə var, 2-ni vururuq. 4-ə olur mümkün variantlarımızın sayı 8. Digər bir nümunəyə baxaq. Sinif nümayəndəsi seçkilərində Fatih, İsa və Nərminin namizədliyi irəli sürülmüşdür. Seçkilərdə ən çox səs toplayan sinif nümayəndəsi, ikinci yer tutan isə onun müavini olacaq. Mümkün variantları budaqlama diaqramı ilə quraq. Deməli, 3 nəfər şagirdimiz vardır, namizədliyi irəli sürülübdür. Sinif nümayəndəsi və müavin təyin etmək lazımdır. Birinci variantda Fatihin sinif nümayəndəsi olduğunu fərz edək. Fatih sinif nümayəndəsidirsə, digər 2 nəfər, yəni İsa və Nərmin onun müavini olacaq. Və yaxud da sinif nümayəndəsi İsa olsaydı, Nərmin ilə Fatih onun köməkçisi, yəni müavini olacaq. Nərmin və Fatih. Digər bir halda isə sinif nümayəndəsi Nərmin olsaydı, onun müavinləri Fatih və İsa olardı. Yəni biz bu şəkildə budaqlanma alqoritmini qurmuş olduq. Diqqətinizə görə təşəkkür edirəm.